Və yaxud belə bir sualı və yaxud şübhəni irəli sürürlər ki, əgər həqiqətən də Fədək Əhl-i Beytin xanım Fatimənin malı idisə, Əli əleyhissalam hakimiyyətə gələndən sonra onu niyə görə geri, yəni özünə qaytarmadı? Baxın, bu şübhə və yaxud sual yeni deyil. Elə bunu biz imamların vaxtını da görə bilərik. İmamların şagirdləri bu sualı imamlardan soruşublar. Məsələn, bir şəxs gəlir İmam Sadiqə eynən bu sualı deyir ki, ey Allah Rəsulunun nəvəsi, niyə görə Əleyhissalam hakimiyyətə gələndən sonra fədəyi geri almadı? İmam ona maraqlı bir cavab verir. Deyir, çünki o dönəmdə, yəni Əleyhissalamın xilafəti vaxtında zalimlə məzlum ilahi dərgahda idi. Yəni nə? Yəni zalimlar ki, fədəyi xanımdan zorla almışdılar, artıq dünyalarını dəyişib ilahi hakimiyyət qarşısında cavab verirdilər. Və eyni zamanda məzlum, yəni xanım Fatimə də ilahi dərgahda idi. Və bundan əlavə artıq bu işi, məsələn, Əleyhissalam fədəyi özünə götürsün, bunun mənası yoxdur ki, artıq o hakimiyyətdədir və hər bir İslam diyarı onun əlindədir. Bundan əlavə biz görürük ki, məsələn, Əbbasi xəlifəsi İmam Kazım əleyhissalama deyir ki, gəl fədəyi sənə geri verim. İmam Kazım əleyhissalam buyurur ki, fədəy bilsən haradır? Misirdən başlayır, Xorasana qədər, Xorasandan başlayır filan yerə qədər. Yəni fədəy imamətin geri istənilməsi idi, nəinki balaca bir bağın.